Hamıya salamlar. Mən Generation Next Flashmob komandasının orqanizatoruyam, Rüfət Əhədov. Bu da köməkçim, ikinci orqanizator Tahirə İmanova. Biz bu flashmobu keçirmək istədik ki, yayın qutaracağı ilə bağlı. Uşaqlar hamını yığaq, şənləndirək, həm qabaqdan, qarşıdan dərs ili gəlir. Ona görə də uşaqlar istədik, biraz fikirlərini dağıdaq. Bu qədər. Sizcə cəmiyyətin tərəfdaşlarının münasibəti necə oldu ya? Yaxşı, əla, müsbət pozitiv verir hamıya. Des raisons?